ayaqlarınızda qıc olmalar olur. Bəli. Neçə yaşınız var? 70. Şəkəriniz var. Şəkər demək olar azdır, biraz var. Təzyiq, şəkər, başqa xəstəliyiniz yoxdur? Yox. Tamam, 70 yaşımız var, ayağınızda qıc olmalar başlayıb. Həsən mənim çoxdan başlayıb, bu yoxsa təzə başlayıb? Bir-iki il var. Bir il olar. Təşəkkür edirik sizə. Çox sağ olun. Çox sağ olun, doktor, buyurun. Orada Çox aktual bir sualdır. çok düz deyirsən Samir bəy, çox böyük insanların problemidir, ayaqda qıc olmalar. Əksər yatdıqları yerdə olur. Bəzən qışqırırlar, tez çağırırlar, köməyə gəl, mənim ayağım masaj elə və yaxud da öz əziyyət çəkir, nə vəziyyətlə qıc olmadan çıxmaq üçün, çünki şiddətli ağrılar verə bilir. Ancaq orada təbii ki, müalicəsində xeyli qeyri-adilik, yəni adi iynə dərmanla onu müalicə eləmək mümkün deyil. Arı terapiya. Arı terapiya, arı zəhəridir onun müalicəsi. Əlavə yanaşı olaraq da, indi kənd yerində olanda, ola bilər Bakıda da var, gicitkən. Az-az gicitkənlə dalayırsan, artırırsan, görürsən onda müəyyən effekt verir. Ancaq təbii ki, arı zəhəri qədər effekt verən heç nə yoxdur. Əgər o şiddətli şəkildə sizi narahat eləyirsə, onu əlaqə saxlayın mənlə. Gəlin Doktor Seyfəddin klinikasına, o şikayətlərdən sizi azad eləyəcək, o qıc olmalar olmayacaq əzizim.